Salam aleyküm əziz dostlar. Demək, bizim bu aeroport yaxınlığında olan gömrükdə üçbaşlı əjdaha peyda olub, suyun qarşısını kəsib. Artıq neçənci dəfədir ki, mən sosial şəbəkələrdə görürəm ki, cəmaatın aldığı malları vermirlər. Mənim də keçən dəfə başıma gəldi və bununla bağlı video paylaşmışdım ki, 10 dollarlıq 4 dənə tipin təkər boltunu saxlayıblar. Və fərqi yoxdur, Gəncədəsən, nə bilim İsmaillidasan, Sumqayıtdasan, sən immindən məhz ora gəlməlisən, söz soruşmaq üçün. Ora gəlməlisən. Onlardan söz soruşmasan, sən mənim malımı niyə saxlamısan? Mən də prinsipə qəsdən indi motor məndə maşında böyükdür, çox benzin işlədir, onun olan problemi deyir, eybi yox. Bir 40 manatlıq benzin işlətdim, getdim ora söz soruşmağa. Dedi ki, sən illik limiti keçmişsən, illik limit də var imiş, onun xəbərim yoxdur. Demək, yaxşı, ora-bura nəsə ödədim, amma heç də götürmədim qəsdən. Çünki mən videoda demişdim ki, onu mən sizə pay verirəm. Təzdən bu günlərdə 19 dollarlıq yenə də mal sifariş eləmişəm. Bir auksiondan almışam da, o malın da qiyməti 30 dollardır, eBaydan alıram. Burada yoxdur, ona görə məcburi oradan alıram. Və alanda da həmən aldığım sənədləri, şəklini, qiymətini bəyan eləyəndə qoyuram da. Orada üçbaşlı əjdahadan biri şübhələnib. Şübhələnib ki, bu niyə 19 dollardır? Bunun qiyməti 30 dollardır axı. Şəklini qoymuşam, çekini qoymuşam ora. Şəkillər var orada. Qeyd yerində də var, fayllar yerində də var. İndi nə istəyirsiniz? Və məndən başqa gördüm ki, orada bir 20-yə, 25-ə yaxında adam var, söyürlər bunları. Nəysə, təzdən bir də qəsdən prinsipə getdim. Yenə də 30-40 manatlıq benzin işlətdim. Deyir ki, mən bundan şübhələnmişdim. Ona görə, mən şübhələndiyimə görə 10 manat biri ödəyəcəksən. Bir də 3 gün burada qalıb. Həm 2 manatlı, 3 manatlı olsun, 25 manatlı təzdən pul ödəyib, mən 19 dollarlıq malımı götürdüm. Deməli, mən 19 dollarlıq malımı bu üçbaşlı əjdahanın biri şübhələndiyinə görə 19 dollarlıq mal mənə başa gəldi arzı 100-120 manata. Niyə? Çünki sənin başı işləmir. Sağ olun.